səliqəli səhmanlar getsə də Ağsu rayonunda bu işi görən şirkət çox yarıtma salat almışdı Ağsunu. Rayon bərbad vəziyyətdədir. Bu rayonda bunlar gördükləri ilk bir məhələni 3 dəfə, 5 dəfə qazıblar. Balalarımız, qardaşımızın, bacımızın uşaqları məktəbə gedə bilmir. Biz də gedirik sözümüzü çatdıraq ki, bu Ağsu cəmaəti heyvan deyil və heyvan parçası seçələnə. Gəl gördüyün işi adam balası kimi bərpa elə, şebel tökməlisən. Gətirib çayın torpaqlı daşını tökürsən məhəllələrə, küçələrə. Sən şebeli kim alır? Səndən kim pul alır? Şebeli kim aparıb, nəyindən istədir? Onun müzakirəsi yoxdur. Səncə yoludursa, sən bu işi görməlisən. Bizim tələbimiz budur. Bugün də Ağsu'da polis rejimində, Azərbaycan hər yerində olduğu kimi, bugün də qoymazlar gəlib sözümüzü deyək. Nə vaxta kimi biz bu polis rejimində yaşayacaq? Harbi diktaturada yaşayacaq? Biz miting eləmirik, kimlərsə savaşmağa getmirik, kimlərsə döyüşməyə getmirik. Biz gedirik ki, bu insanların haqqını çatdıraq. Buradakı polislər də hamısı haqsılıdır. Hamısının evinin qabağı bizimkinin günündədir. Hamısının körpəsi, balası məktəbə gedənmir. Hamısı dizə kimi palçığın içində yaşayır. İndi bir-iki dənə tayfa, bir-iki məmur buradan nəsə qazanacaq deyir. Bu Ağsuyun cəmaəti bu vəziyyətdə mi yaşamalıdır? Bəsdir, biz bunu eləmək istəmirdik. Burada bizim danışmaq fikrimiz yox idi, qardaş. Biz gedirdik ki,